Planlarınız ola bilər, xəyallarınız ola bilər, arzularınız ola bilər. Nəyi ki beyninizdə düşünürsünüzsə, onu həyatda yaradın. Yaratmaq üçün bacarıqlar əldə edin. Çünki arzu ilə sizin aranızda bacarıq var və bu bacarığı tapa bildiyinizdə, icra etdiyinizdə mütləq o arzunuza doğru gedib çatacaqsınız. Təsəvvür edin ki, bir görüşə getmisiniz, qayıtmısınız. Orada demisiniz, gülmüsünüz, söhbət eləmisiniz. Amma qayıdandan sonra bir anda başlayırsınız görüşü yenidən düşünməyə və orada görəsən oradakı filan kəs mənə nə demək istəyirdi? Ya da kaş ki bu sözü deməzdim deyib belə içinizə sıxıntı duyğuları gəlibmi? Ya da heç bir şey olmadan gələcəyi düşünməyə başlayıb müxtəlif neqativ ssenarilər yaradıb, bunlar baş vermədiyi halda artıq indidən narahat olmağa başlamısınızmı? Mesajınızı dəfələrlə yazıb silmək və yaxud da sosial şəbəkədə hər hansısa bir post paylaşmaq üçün dəfələrlə düşünüb, maksimum mükəmməl göstərməyə çalışıb səhv etməkdən qorxmusunuzmu? Ya da keçmişdə yaşadığınız bir hadisəyə beyniniz sizi aparır, hər hansı bir iş görə və yaxud da gecə yerinizə girən zaman və bu hadisəni yenidən yaşamağa başlayırsınız. Bu dəfə isə başqa bir ssenari qurmağa başlayırsınız. Yəni beyninizdə gərək mən o adama bunu deyərdim və yaxud da həmin an mən buna niyə cavab vermədim və yaxud da tamamilə fərqli ssenarilər qurursunuz, amma içinizdə bir həyəcan, ürək döyüntüsü yaranır, bədəninizdə bir aqressiya yaranır. Bir anda bütün anınız dəyişir, zaman, hər şey dəyişir və bütün enerjiniz birdən itir. Əgər bu hallardan ən azı biri sizdə baş verirsə, deməli siz də həddən çox düşünmə, yəni müasir terminlə desək, overthinking yaşayırsınız. Bu nədir və həyatımıza necə təsir edir? Gəlin tanış olaq. Əvvəldən də demişdim ki, bu kanalda şəxsi təcrübələrimi də paylaşacağam və bu yolda doğru etdiklərim, yanlışlarım, təcrübələrim hər biri tam səmimi şəkildə mən tərəfindən paylaşılacaq. Hardasa 3-4 il öncə, o zamanlar mən fərdi fəaliyyət göstərirdim və xatırlayıram ki, ondan öncəki 3-4 il ərzində mən tamamilə şəxsi inkişaf yoluna girməyə başlamışdım və o qədər hər şey addım-addım yüksəlirdi ki, mənim hüzurum, balansım, maddi-mənəvi rifahım, hər şeyim artan sürətlə gedirdi və dolayısıyla özümü tam və bütün şəxs kimi hiss edirdim. Həyat məni növbəti yaşlarımda yeni bir pilləyə hazırladı. Bu dəfə mən qərara gəldim ki, bir şirkət quracağam və etdiyim işi bir komanda ilə görmək istəyirəm. Daha çox insana toxunaq, daha çox faydalı olaq. Bir anda, yəni daha çox insana toxunmuş olaq. O qədər içimdə bunun böyük həyəcanı, xoş duyğuları var idi ki, təbii ki, bununla birlikdə mənə gələn o yeni duyğulardan xəbərsiz idim. Və mərkəzimiz açılandan sonra ilk başda hər şey möhtəşəm idi, çox həyəcanlı idim. İlk belə bir şirkət qurmuşduq Azərbaycanda və düşünürdüm ki, nə problem olsa rahatlıqla həll edərik. Amma necə ki bir övlad dünyaya gətirdiyimiz zaman çox böyük xoşbəxtlik, çox yeni bir dad, yeni duyğular gəlirsə də, onunla birlikdə yeni təcrübələr, yeni qayğılar, yeni bacarıqlara ehtiyacımız olur ki, biz o övladımızı böyüdə bilək. Şirkət də mənim sanki ikinci bir övladım idi və mən bununla birlikdə çox yol qət etdim. Sizə zaman-zaman bu təcrübələrimi bölüşəcəm, amma bu gün məhz keyfiyyətli düşünmədən çox düşünməyə keçdim. Bu hissəsini paylaşacağam. Müəyyən məsələlərlə qarşılaşdığım zaman düşünürdüm ki, hər şeyin həll yolu var və başlayırdım məsələləri həll etməyə. Lakin elə zamanlar olurdu ki, bir anda bir neçə məsələ həll etməyə lazım olurdu və hiss edirdim ki, beynim artıq əvvəlki kimi məhsuldar düşünməməyə başlayıb. Bunun səbəbi mənim beynimin artıq qayğılı düşünməyə başlaması idi. Həmin an bunun fərqində deyildim təbii ki, amma hal-hazırda analiz etdiyimdə baxıram. Bir beyin nə zaman yüklənir? Çox düşündüyü zaman. Gəlin hər hansısa həyatdan bir nümunəyə baxaq. Təsəvvür edin ki, evinizə paltaryan almısınız və bu paltaryanı saat 3-də qoşursunuz, gecə saat 12-yə qədər işlətməyi düşünürsünüz. Ən yaxşı standartlara uyğun, ən keyfiyyətli və hətta ən bahalı paltaryanı belə seçsəniz, siz onu davamlı işlətməyi düşünürsünüzsə, onu qısa zamanda sıradan çıxartmış olacaqsınız. Çünki paltaryanın da motoru, işləmə mexanizmi müəyyən bir zaman diliminə görə uyğunlaşdırılıb. Yəni məhsuldar olmaq üçün belə uyğun zaman lazımdır. Amma səhərdən axşama istifadə olunan, dincəlmədən, dayanmadan, ara vermədən istifadə olunan istənilən əşya xarab olmağa məhkumdur. İndi gəlin bir də bizim beynimizə baxaq. Səhər oyanandan
axşam yatana qədər gün ərzində ortalama statistik olaraq bizim beynimizdən 60 minlə 80 min fikir keçir. Bu fikirlər normalda bu saydadırsa, düşünün bir də qayğılı düşünməyə başlayırıqsa, özümüzdən yeni düşüncələr, yeni problemlər, yeni qayğılar yaradırıqsa, bu nə qədər çox artır və beynimizin bir limiti var. O nə qədər bizə xidmət eləsə də, onu çox yüklədiyimiz zaman ən sevdiyimiz əşya kimi o da sıradan çıxa bilər. Unutmayın, çox düşünmək məhsuldarlıq deyil. Çox düşünmək ağıllı olmaq da deyil. Çox düşünmək zəka göstəricisi belə deyil. Bəzən də çox düşünmək heç bir problemi həll edən bir yöntəm deyil. Önəmli olan keyfiyyətli düşünməkdir. Məhsuldar ola bilməkdir. Bunun üçün dayanmaq, durmaq, bəzən sadələşmək, bəzən kiçik anlardan böyük duyğular, böyük zövqlər almaq lazımdır. Bəs çox düşünmədən necə çıxa bilərik? Hər şeyi bir qırağa qoysaq, ümumiyyətlə çox düşünmə sadəcə bir vərdişdir. Necə ki bizim zərərli vərdişlərimiz var bu həyatda, çox düşünmənin özü də görsənməsə də bir növ zərərli vərdişlər qrupuna daxildir. Çünki biz onu hər gün yaradırıq, təkrar edirik və təkrar olunduğu üçün də yavaş-yavaş bizim şuuraltımıza keçir. Biz artıq onu mexaniki şəkildə etməyə başlayırıq. Və yaxud da hər səhər durub eyni rutini ediriksə, eyni ofisə gediriksə, eyni insanları görürüksə və yaxud da eyni yerdən keçiriksə bir küçədən, bəzən beynimiz məkanla duyğunu birləşdirir. Artıq o küçədən keçəndə, o ofisə girəndə, o insanları görəndə, bəlkə də mətbəxinizdə hər gün eyni yerdə duranda artıq indiyə qədər yığılmış məlumatdan yola çıxaraq şuuraltımız başlayır bizə oradakı proqramı davam etdirməyə. Yəni narahat şəkildə düşünməyə, problemli düşünməyə, qayğılarımızı yadımıza salmağa, keçmişdə ilişib qalmağa. O zaman nəyə ehtiyacımız var? Birinci, rutinimizi dəyişmək. Yəni gündəlik etdiyiniz şeylərdən daha fərqli şeylər edin. Məsələn, Instagramda baxıb bəyəndiyiniz, amma getməyi planlaşdırıb hələ gedib çıxa bilmədiyiniz o kofe shopa gedə bilərsiniz, restorana gedə bilərsiniz, hər hansısa bir teatra gedə bilərsiniz. Bədəninizin yeni duyğulara bəzən ehtiyacı var. Bu duyğuları yaşamaq üçün fərqli məkanlara getməliyik. Bu zaman beyin köhnə proqramı artıq işə sala bilmir, yeni bir yer kəşf edir və yeni duyğular yaratmaq üçün fürsət yaranır. İkincisi, hobbilərinizlə məşğul olun. Ümumiyyətlə beynimiz bilirsiniz ki, hara fokuslanır, orada enerjisi gedir. Amma bir an var ki, məhz həmin an sanki zaman durur. Bu bizim etməyi sevdiyimiz işi etdiyimiz zaman olur. Biriniz üçün bu rəsm çəkmək ola bilər. Biriniz üçün bu pianino çalmaq ola bilər. Biriniz üçün kitab oxumaq, boksa getmək, idman etmək, at sürmək, üzgüçülüyə getmək, kino, teatra getmək ola bilər. Yəni o an bütün dünyadan qopursuz, nə keçmişi, nə gələcəyi düşünmürsüz, anın içinə girirsiniz. Və bu hobbilər bizi əslində bir növ terapiya edir. Pulsuz terapiyalardan biri nədir desəniz, mən mütləq sevdiyiniz hobbi ilə məşğul olun deyərdim. Çünki beyin həqiqətən də öz-özünü detoks etməyə başlayır. Bu zamanda yeni düşüncə və yaxud da qayğılı düşünmə şəklindən uzaqlaşırıq. Beynimiz dedik ki, çox qurcalanır keçmişlə, gələcəklə, yaxşı, bəs orada nə baş verir? Emosiya toplayırıq beynimizdə və biraz yüklənirik. Bu zaman nə etməliyik? Emosiyaları boşaltmalıyıq. Boşaltmanın bir çox yolları var. Ən çox praktikada ən sadə olan və öz təsdiqini tapmış bir üsul deyəcəm sizə. Duyğularınızı, düşüncələrinizi boş bir vərəqə götürün və sadəcə o an yazın. Nə hiss edirsiniz? Nə düşünürsünüz? Hadisəni də yaza bilərsiniz, amma daha önəmli o hadisədəki sən nə hiss etdin, indi nə hiss edirsən. Daha çox duyğularınızı yazın. Bu bir növ duyğunuzu bədəndən çıxardıb konkret bir hala salmaq. Yəni onu görmək deməkdir. Mücərrədi konkretə gətirmək. Bu zaman beyin aydınlanır. Çünki xaotik bir duyğudan çıxır, daha dəqiq bir şəklə gəlir. Yəni bir hala bürünür. Duyğularınızı yazdıqdan sonra mütləq şəkildə tamamilə rahatlaşana qədər və yazdıqca hiss edəcəksiniz ki, bədəninizdə boşalma var, rahatlanma var, dərin nəfəs ala bilərsiniz, bəlkə əsnəyə bilərsiniz. Daha çox həyatınızdan çıxardın. Bunu yandıra bilərsiniz, tullaya bilərsiniz, suya göndərə bilərsiniz. Bir şəkildə təbiətə zərər vermədən onu neytrallaşdırın həyatınızdan. Bu həmçinin NLP-də istifadə olunan praktikalardan biridir. Dördüncü, bəlkə də təəccüblənəcəksiniz, amma olduğunuz evin içini, otağınızı daha təmiz və sahmanlı saxlayın. Unutmayın ki,
bizim beynimizin içində olanlar bizim çölümüzə yansıyır. Eyni şəkildə bizim çölümüzdə olanlar beynimizin içinə təsir eləyir. Otağım dağınıqdırsa, bu mütləq şəkildə mənim beynimə də negativ təsir edir. Siz zənn etsəniz də ki, təsir etmir, amma hər axşam sabah yuyaram dediyiniz qabları qoyduğunuz zaman, səhər gəlib sıfırlanmış beyinlə o qabları gördüyünüz zaman artıq beyniniz yüklənməyə başlayır. Demək ki, bugünkü yükü sabaha daşımamalıyıq və ətrafımızı tamamilə səliqəli, təmiz, gözəl abu-havada saxlamalıyıq. Çünki gördüyümüz hər şey bizə təsir edir. Və ümumiyyətlə xaotik bir ortamda sakit bir beyindən danışmaq mümkün deyil. Buna görə də istəyirsinizsə ki, beyniniz boşalsın, rahatlaşsın, sizə lazım olmayan əşyaları, illərdir bəlkə istifadə eləyərəm deyib, amma istifadə etmədiyiniz əşyaları həyatınızdan çıxardın. İnanın beyninizdə bir yer açılacaq. Çünki hər bir istifadə olunmayan əşya bir enerjidir. Hər bir lazımsız düşüncə bir enerjidir. Bunlardan təmizləndikcə həyatınızın mərkəzində sizə uyğun bir yer açılmağa başlayacaq. Və ən önəmlisi, hərəkətə keçirilməyən düşüncələr sadəcə bir yükdür. Planlarınız ola bilər, xəyallarınız ola bilər, arzularınız ola bilər. Nəyi ki beyninizdə düşünürsünüzsə, onu həyatda yaradın. Yaratmaq üçün bacarıqlar əldə edin. Çünki arzu ilə sizin aranızda bacarıq var və bu bacarığı tapa bildiyinizdə, icra etdiyinizdə mütləq o arzunuza doğru gedib çatacaqsınız. Buradan da belə bir qərara gəlib çıxırıq ki, düşüncələrimizi hərəkətə keçiririk. Hərəkətə keçirilə bilməyən düşüncələri zehnimizdən çıxardırıq. Yəni boş yer açırıq. Boş yer açırıq ona görə ki, sabah daha yaxşı bir fikir bizə gəlsin. Bəzən keçmişi buraxmaq lazımdır ki, gələcək daha parlaq açılsın bizim üçün. Müasir zamanda hər kəs çox düşünür, amma hər kəs də daha çox depressivdir. Daha çox özünü geridə qalmış hiss edir. Sanki nəyisə çatmayıb, hər kəs irəli gedib o yerində sayır. Sanki ən çox qayğı onundur. Bütün maddi yüklər, mənəvi yüklər, sarsıntılar sadəcə o yaşayır. Amma belə bir reallıq yoxdur. Hər birimizin yolu barmaq izimiz qədər özəldir. Hər birimizin çətinlikləri var. Hər birimizin sınaqları, duyğuları, imtahanları fərqlidir. Amma maarifləndikcə, dəyişimin gücünü tanıdıqca biz rahatlıqla dəyişməyi dada bilərik. Bu günləri çox düşünmənin bizim həyatımızda təsirini gördük və unutmayın ki, nəyi dəyişdirəcəyimizi bildiyimiz zaman istədiyimiz hər şeyi dəyişdirə bilərik.